Günlük bürc proqnozu 1 noyabr 2025. Qoç. Başqalarına necə ən yaxşı şəkildə kömək edəcəyinizi öyrənin. Xüsusilə sevdiyiniz kəsləri daha çox anlayışla qarşılayır və ümumiyyətlə də digər insanlara çox anlayış göstərirsiniz. Xəyallarınız çiçəklənir. Xülyalar yeni həllər təqdim edir. Digərlərinə sizin üçün nə qədər əhəmiyyətli olduqlarını hiss etdirin. Əkizlər. Simpatik bir davranış yeni yoldaşlar və əməkdaşlıq qazandıra bilər. Ancaq insanların kaprizlərinə qarşı həssas olmamağa diqqət göstərin. Artıq əlaqələrdə ehtiras artarkən bundan zövq alın, amma hər cür ortaqlarla və sevgilinizlə münasibətdə realist olun. Şir. Artıq kainatdakı öz ümumi yerinizi anlamaq üçün uzun bir yol qət etməniz gərək ola bilər. Prioritet verdiyiniz maddi zövqlərin sizə inanılmaz faydalar gətirəcəyini görməyə çalışın. Eyni zamanda əgər realistsinizsə, hədəflərinizin bütün tərəflər üçün daha çox yaxşı təsiri olacaqdır. Tərəzi. Dünyanı daha açıq bir şəkildə anlayaraq kainatdakı yerinizi təyin edin. Əgər digərlərinə qarşı simpatiksinizsə, onlara köməkçi olmaq üçün və nəticədə özünüzə köməkçi olmaq üçün qabiliyyətiniz artar. Ümumi mənada insanlara daha çox bağlı olduğunuzu hiss edirsinizsə, özünüz olmaq üçün azadsınız. Ox atan. Bu təsir insanların digərlərinə olan maraq və əlaqələrini canlandırır. Cəmiyyət ümumiyyətlə daha az şanslı insanlara qarşı daha simpatik bir tutum tələb edir. Fərdi olaraq bu təsir sizə ehtiyacı olanlara kömək etmək üçün ilham qaynağı ola bilər. Dolça. Əlaqələr yolu ilə kim olduğunuzu öyrənin. Terapist duyğularınıza maneə törədən əngəlləri qaldırmaqda sizə kömək ola bilər. İnsanlar onları sizə qarşı istifadə etmədən əvvəl gizli daxili hisslərinizi idarə etməyi öyrənməlisiniz. Əgər sərhədlərinizi bilirsinizsə, gücdən faydalı bir şəkildə istifadə edə bilərsiniz. Buğa. Xəyallarınız kimi başqalarının dünya görüşlərini anlama qabiliyyətiniz də artır. Sizin anlayışınız ədəbidən daha çox vizualdır. Siz şeyləri məntiqi olaraq anlamaq yerinə onları daha çox hiss edirsiniz. Yaradıcılığınızı inkişaf etdirmək üçün bu müddətdən yaxşı istifadə edin. Xərçəng. Əgər siz realistsinizsə, hədəflərinizə çatmaq üçün çox şey edə bilərsiniz. Yüksək bir məqsəd üçün öz egonuzu yıxmalısınız. Konkret, maddi nəticələr gözləməyin. Əgər siz fədakarsınızsa, nəticədə daha da xoşbəxt olacaqsınız. Qız. İdeallarınızı həqiqi və möhkəm bir təmələ oturtmağa çalışın. Hər kəsin faydasına olacaq hədəflərə doğru irəliləyin. Yaxşı niyyətlərinizi həqiqi təməllərə oturdun. İnsanlara kömək etmək üçün praktik bir yol meydana gətirin. Öz mənfəətlərinizi düşünmədən başqalarına kömək etmənizin faydaları dəfələrcə artaraq sizə geri dönəcəkdir. Əqrəb. Bu dövr egodan asılı amma məhdudlaşdırıcı faktorlar ehtiva edən həyatınızı dəyişdirmək üçün yaxşı bir fürsət təqdim edir. Ehtiyacınız olmayan amma romantikliklə sarıldığınız şeyləri görmək üçün özünüzü araşdırın. Sadəcə daha yaxşı yaşaya bildiyiniz müddətcə daha faydalı adam olmanız asan olacaq. Oğlaq. Artıq daha anlayışlı olduğunuza görə önə keçmək üçün bu xüsusiyyətinizdən istifadə edə bilərsiniz. Ancaq şuurlu olaraq bu üsulu istifadə etmənin zərərli olduğunu anlayın. Başqalarına yalnız kömək etmək xoşbəxtliyini yaşamaq üçün kömək edin, faydaları sizə dəfələrlə artaraq geri dönəcəkdir. Balıqlar. Motivasiyanız yüksək və müsbət dəyişikliklər etməyə hazırsınız. Yalnız qəzalı olan şeyləri dəyişdirin. Yığdığınız yeni bir güc anlayışı sizə zövqlü bir şey etmək üçün icazə vermir. Etdiyiniz işlər daha yüksək bir məqsədə xidmət etməlidir.